Bugün sizə Anadolu mətbəxinin ən şirin ənənələrindən biri ilə tanış edəcəm. Şərbətli irmik tatlısı. Mən çox sevirəm bu tatlını, ümid edirəm siz də sevirsiniz. Əsrlərlə süfrələri bəzəyən, bolluq və bərəkət simvolu olan bir desertdir. Türkiyədə şərbətli desertlər sadəcə şirniyyat deyil, bir ənənədir. Bu mədəniyyətin təməli Osmanlı İmperatorluğu dövründən saray mətbəxində qoyulub. O zamanlar şərbət həm qonaqpərvərlik, həm də bolluq rəmzi sayılırdı. İrmik isə buğdanın ən saf və bərəkətli forması kimi qəbul edilirdi. Ərzaqların miqdarını videonun aşağısına qeyd etmişəm. Anadolunun bu deserti xüsusilə Adana və Mersin bölgəsində çox yayılıb. Maraqlısı budur ki, əvvəllər irmik tatlısı əsasən bayramlarda və böyük ailə yığıncaqlarında bişirirdilər. Çünki şərbətli şirniyyat evdə şənlik var demək idi. Hətta bəzi bölgələrdə inanırdılar ki, isti şərbət tökülən desert evə ruzi və bərəkət gətirir. Şərbətli irmik tatlısı həm sərfəli, həm də uzun müddət tox saxlayan bir desertdir. Sadə ərzaqlarla hazırlansa da dadında böyük bir tarix gizlənir. Bəzən elə ən sadə reseptlər ən dərin hekayələr daşıyır. Şərbətli irmik tatlısı Osmanlıdan gələn bir ənənədir. İftar süfrələrində çayla birlikdə həm dadlı, həm də tox tutar. Siz də mənim kimi şərbətli desert sevirsinizsə, mütləq hazırlayın. Çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Allah oruçlarınızı qəbul etsin.